Orxan mənim üçün sujet hazırlayıb, Aydın müəllim, İlyas xanım. Hələ özüm o sujetə baxmamışam. Mən bu günə qədər fəaliyyətimlə bağlı olan bir sujetdir. Gəlin birlikdə onu izləyək. Zeynalov Rəvan Abbasoğlu 1993-cü ilin 5 oktyabr tarixində Ucar şəhərində anadan olub. Ailəlidir, Yusuf və Nahid adlı övladları var. Məktəbin 1-ci sinifindən 3-cü sinifinə kimi Rusiyanın Novosibirsk şəhərində davam edib. Daha sonra Ucar şəhər 2 nömrəli tam orta məktəbdə təhsilini davam etdirib. İbtidai sinif müəllimi Mehriban Musayeva olub. Rəvan dərslərini çox yaxşı oxuyub. Hər zaman müəllimlərinin sevimlisi olub. Sinif rəhbəri Vüsalə Seyidova Rəvanın çox istedadlı biri olduğunu tam məktəb vaxtından kəşf etdiyini deyir. Məktəb illərində Rəvan həm oxuyub, həm məktəb tədbirlərində aparıcılıq edirmiş. Ən böyük arzusu da məhz müğənnilik və teleaparıcı olmaq olub. Nəhayət, bu arzularına nail olub. Rəvan Zeynalovun ilk uğuru 2017-ci ildə qardaş ölkə Türkiyədə baş tutub. Gənc olmasına baxmayaraq, 12 türk dilli ölkələr arasında Azərbaycanı təmsil edib və birinciliklə vətənə qayıdıb. 2018-ci ilin 4 oktyabr tarixində isə ustadı, Respublikanın xalq artisti Gülyaz Məmmədova ilə müəllim tələbə konserti baş tutub. Konsertdə canlı əfsanə Flora Kərimova və ustadı Gülyaz Məmmədova ilə duetləri olub. Rəvan Zeynalov 2018-ci ildən aztəminatlı ailələr üçün, inklüziv uşaqlar və şəhid ailələrinə həsr olunmuş ümumilikdə 48 xeyriyyə tədbirləri təşkil edib. İkinci Təklik adlı solo konserti 4 oktyabr 2022-ci ildə baş tutub. Daha sonra 2 fevral 2024-cü ildə şəhid Ramil Yusifzadənin əziz xatirəsinə həsr olunmuş Yarım qalan gənclik adlı solo konserti, daha sonra 9 avqust 2024-cü ildə isə şəhid baş leytenant Elcan Məmmədovun əziz xatirəsinə həsr olunmuş İkinci Həyat adlı solo konsertini də uğurla başa vuran Rəvan Zeynalov, hal-hazırda 16 noyabr tarixində baş tutacaq İhtimal adlı solo konsertinə hazırlaşır. Qeyd edək ki, Rəvan Zeynalov ilk dəfə inklüziv uşaqlar üçün yaratdığı layihə rəhbəri olduğu Tanıyın, Tanıdın Bizi layihəsi bir çox inklüziv uşaqların cəmiyyətə inteqrasiyasında kömək oldu. Qeyd edək ki, Rəvan Zeynalov ilk dəfə inklüziv uşaqlar üçün yaratdığı layihə, rəhbəri olduğu Tanıyın, Tanıdın Bizi layihəsi bir çox inklüziv uşaqların cəmiyyətə inteqrasiyasında kömək oldu. Komandamız adından Rəvan Zeynalovu təbrik edir, uğurlar arzu edirik.